Siz o günləri dediniz, ben onu göre mesela için ben səhv deyirsiniz, tamam yanlış deyirsiniz. Onda gelin belə başlayaq. Mesela için eğer meseləni düzgün götürürsünüzsə, siz ne için Allah rəhmət eləsin, çok yaxşı oğlandı, bacaklı adamıdır. Siz ne için meseləni ilk dəfə bu meseləni qaldıran, bu meselede ilk dəfə fəda olan xanım Salatın hakkında kaldırmadınız? Bir adam şuurlu surette Qarabağa gedirsə ve cəbhədə olursa, onun fərqi yoktur. O miniyə düşsün, patlasın və yaxud düşməyindən vuruşan yerde ölsün. Fərqi yoktur. Respublika Prezidenti Ayaz Mütəllibovun istifasına səbəb əslində elə Çingiz Mustafayevin çəkdiyi Xocalı lenti olur yana baxanda. Və Xocalı lentinə görə milli qəhrəman adı vermək olar. Yok, siz yine düz demişsiniz. Ola bilsin ki bir lente göre 2 tane prezidenti de haşmetini yıkmak olar. Bu demek değil ki buna göre verilmelidir. Mentıkı düz değil. Meseleye mentıkı yanaşmırsınız. Falan kəsin çəkdiyi, deyək ki, rəhmətliyin çəkdiyi lentə görə filanca istifa verir. Ne olsun? İstifa verirsə bunun buraya daxlı var. Hər halda Azərbaycan dünya səviyyəsində reabilitasiyanı məhz Xocalı lentinin hesabına qazandı axı. O da səmərəli görülən işdir. İş yaxşı görülübdür. İş yaxşı görülübdür deyin də o da tutulur. Siz yenə əsaslandıra bilmədiniz.